Şaberdi Coşkun İlyasoğlu. Mənim ayağımın, belimdən ayağımdan çox güclü ağrılarım vardı, birliydi. Yəni yerimdə yatırdım, dönən momentə ayılırdım. Yəni burada belə fırçanla belə bir şey eləyə bilmirdim qəti. Yəni ağrılarım çox güclüydü. Bir il ərzində də həkimlərin də yanına getdim. İynə, dərman qalmayıb atmışam. Hər gün ağrı kəsicinə keçirdirdim də. Allah'a şükür, çox şükür. İynəsiz, dərmansız gəldim, doktor müalicə elədi. Şükür Allah, indi yeriyirəm də, oturmağım, durmağım, gəzməyim də hamı söz qaydasında. Sizlə işlədik, indi yoxlayırıq. Bax, ayağın simmetrikdir, görsən. Ayaqların sağ ayağın qısaydı. İndi bu ayağın simmetrikdir. Çok güzel, Coşkun. Ağrın var mı? Xeyr. Bir il idi, düzdür, danış görüm nətər idi? Düz bir il idi. Yəni mənim yerişim, ayağımı belə tutub gəzirdim. Dönəb belə fırlana bilmirdim heç bir vaxt. İndi sərbəst fırlanırsan. Rahat Allah şükür fırlanan bir ildə də vurdurmadığım iynədir, dərmandır. Hər qalmadı ki, elədim, xeyir olmadı. Xəstəmizi ilk dəfədir görürəm. Gələrkən əlində MRT kağızını gətirmişdi. Bir il idi ki, belindəki ağrıdan, ağrının sağ ayağına vurmasından və bu ağrıya görə axsıyıb yeriməyindən, belinin əyilməyindən və hərəkət məhdudluğundan şikayət edirdi. Bildirdi ki, müalicələr eləyib, köməyi olmayıb, ancaq ağrı kəsicilərdən istifadə edir. Bu da müvəqqətidir və bu ağrıya görə yerində də yata bilmir. Səhərəcən o ağrılar onu incidir. Xəstədə demək, MRT cavabında 2 protuziya, kanalda stenoz və yırtıq aşkarlanmışdı. Xəstəni yoxlayarkən ayaqlarda asimetriya, sağ ayağın qısalığı və iliosakral oynaqda, bel fəqərələrində kəskin ağrılı nöqtələr qeyd olundu. Xəstəyə yalnız və yalnız osteopatik müalicə, yəni həkimin əlləri ilə edilən bir müalicə yarım saat ərzində görüldü. Heç bir iynə, heç bir dərman edilmədi. Xəstəni heç bir analizə belə göndərmədik və yarım saatdan sonra aldığımız nəticə göz qabağındadır. Mənə də çox xoşdur ki, xəstəyə öz sağlamlığını bərpa etdik və xəstə artıq öz ayaqları üstündə axsamadan gördünüz, əyildi də, qalxdı da, heç bir ağrısı yoxdur. Çox sağ olun.